Kondisioner, balzam, maska. Bunlar nədirlər? Fərqləri nədir? Qısaca indi sizə anlatacağım. Kondisioner daha yüngül formada, hər yumada rahatlıqla istifadə eləməli olduğumuz şampun qədər saç rutinimizdən ayırmayacağımız ikinci məhsuldur. Birinci şampun, ikinci kondisioner. Olmalıdır mütləq şəkildə. Balzam olmaya bilər, maska olmaya bilər. Amma şampun, kondisioner mütləq olmalıdır. Kondisioner nə işə yarayır? Şampun müəyyən qədər saçımızı təmizləyir, kutikulamızı açır, təmizləmə işini görür və biz qayıdıb bu kutikulanı bağlamasaq, baxın xanımlar, o kutikula açıq qaldığı sürədəcə zədələnməyə daha çox meylli olur. Quruyur və qırılmalar baş verir. Bəzən nə asfitleyin eləmişsiniz, nə keratin eləmişsiniz, amma saçınız yenə də zədəlidir. Bəs bu nədəndir? Bu deməkdir ki, siz kondisioner istifadə etmirsiniz. Bəs balzam? Balzam kondisionerə nisbətən daha qatı, daha ağır və daha dərinə işləyə bilir saçın. Ya maska, ya balzam olmalıdır. İkisini eyni anda işlətməyə heç ehtiyac yoxdur. Maskalar haqqında yetərincə danışmışdıq, amma maska da həftədə bir dəfə dərin bərpamız, dərin nəmləndirməmiz və dərin qidalanmamız üçün lazım olan ən önəmli ünsürdür. Saç rutinində elə şeylər var ki, olmaya bilər, amma elə şeylər var ki, mütləq olsun. Şampun olmasa necə olar? Demək, kondisioner də olmasa çox bərbad bir vəziyyət yarana bilər. Ona görə saçınız üçün məhsullar seçərkən professionallardan məsləhətlər alın.